Eşitmişdik adın Əllamə Təbətəbai, böyük şəxsiyyət, dərya, fəlsəfə ustadı, Quran müəllimi, Quran təfsirinin ustadı. Çağırdıq ki, bəs böyük bir şəxsiyyət gəldi, oturdu, indi bizim təmənnamız da budur ki, indi bu sökəcək də, başlayacaq ayənin şərhinə, nə bilim, batini izahı, zahiri izahı. Gəldi, oturdu sakitcənə, sual verənə sadə cavab verdi, sual verməyənə içinə oturdu, sustu, baxdı. Çıxıb gedəndə dedi, elə budur filosof. Bu cür baxdılar. Bunu tərif edirdiniz, bu da gəldi, elə adi bizi kimdir, elə bir-iki dənə sual verdi, cavab verdi, adi çıxdı, getdi. Bax, budur. Dilə riayət eləmək budur. Çox bilirəm, danışmalıyam. Özünü kimə sübut eləmək istəyirsən sən? İnsanları sübut eləmək istəyirsən ki, nəsə bilirsən? Özünü kimə təsdiqləmək istəyirsən ki, mən təsdiqləyirəm ki, mən nədəsə uğur qazanmışam. Ümumiyyətlə, uğurun özü nədir? Hələ sənin üçün məchuldur. Uğur anlayışını, Allah uğur anlayışı deyəndə sən bax gör Əhl-i Beyt nəyi nəzərdə tutur? Psixoloqlar falan bunları qoy kənara. Sən bax Əhl-i Beytə gör, uğur deyəndə, müvəffəqiyyət deyəndə nəyi nəzərdə tutur?